Çinin buz şəhəri adlandırılan Harbin yenidən nağıllar aləmini xatırladır. Bu il sehirli dünya mövzusuna həsr edilən festivala minlərlə ziyarətçi gəlib. Onlar dünyanın ən böyük buz və qar aləmini görmək üçün bura toplaşıblar. Bu bizim buz və qar dünyasına ilk səfərimizdir. Gördüklərimiz bütün gözləntilərimizi üstələdi. Biz bu məkanı daha əvvəl internetdən, insanların öz baxış bucağından çəkdiyi görüntülərdən tanıyırdıq. Lakin buranı canlı görmək tamamilə başqa histir. Artıq 27-ci dəfə təşkil olunan festivalda bu il rekord həcmdə 400 min kubmetr buz və qardan istifadə edilib. Buz heykəltaraşlığı müsabiqəsində isə 12 ölkədən 76 heykəltaraş qatılıb. Burada pələng cəsarət və gücü, durna isə zərifliyi və ucalığı simvolizə edir. Bu iki ruhun obrazlarını və ənənəvi Çin naxışlarını birləşdirən dairəvi forma pələnglə durnanın vəhdətini, harmoniyasını ifadə edir. Bu ruhunda narahatlıq daşıyan bir yeniyetmənin obrazıdır. Onun üzərində təsvir olunan kəpənək isə arzuları və ümidləri simvolizə edir. Bu əsərlə demək istədim ki, nə qədər çətinlik olsa da insanın həmişə arzu etməyə və ümidini qorumağa ehtiyacı var. Qeyd edək ki, festival fevral ayının ortalarına dək davam edəcək. Buz heykəllər yaz günəşinə təslim olana kimi.